Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Mən Samir Bəşirli və siz Tarix Hasan İzahda kanalındasınız. Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzi bu yaxınlarda Abituriyent jurnalının növbəti sayını nəşrlətdirmişdir və həmin sayda həm hər bir fənn üzrə imtahana düşəcək mövzuların siyahısı, həm də ki, hər fənnin özünün model tipli testləri yerləşdirmişdir. Biz də bu günləri sizinlə həmin vəsaitdəki tarix suallarının izahlarına baxacağıq. Mövzuya keçməmişdən onu ənənəvi olaraq hər birinizdən xahiş etmək istəyirəm ki, əgər belə izahların davamının gəlməyini istəyirsinizsə, kanala abunə olun, like düyməsini sıxın və onu dostlarınızla bölüşün. Beləliklə, YouTube bizim bu videonu daha çox adama çatdırar və siz bizə dəstək olmuş olarsınız. Onu da bildirim ki, gələn həftədən hər həftə üzrə biz 20 sınaq suallarının da izahlarını sizinlə paylaşacağıq. Model tipli testlərin suallarıdır. Yeri gəlmişkən bunları siz bu formada, təmiz formada işləmək üçün əgər sizdə yoxdursa, açıqlama hissəsindəki Telegram linkinə daxil olaraq oradan yükləyə və işləyə bilərsiniz. Cavabları ilə bir yerdə verilib və daha sonra yenidən bu videoya daxil olub sualların izahı ilə tanış ola bilərsiniz. Deməli, birinci sual nə deyir? Deyir, Ömər Muxtarın başçılığı ilə Liviya xalqının azadlıq mübarizəsi. Biz bilirik ki, 1923-cü ildə Ömər Muxtar, ümumiyyətlə Liviya özü 1912-ci ildə Osmanlılar İtaliya ilə müharibədə uduzur. 1911-12 Trablis müharibəsində və Liviya İtaliyanın işğal altına düşür. Və Ömər Muxtar 23-cü ildə İtaliyaya qarşı azadlıq mübarizəsinə başlayır və bu azadlıq mübarizəsi İtalyan faşizminə qarşı yönəlmişdir. Deməli, cavab nə olacaq burada? C bəndi olacaq. C. 2. Maraqlı sualdır. Deməli, deyir ki, xəritəyə əsasən dövrün xüsusiyyətlərini ifadə edən doğru cavabları müəyyən edin. Deməli, baxırıq ki, xəritədə biz görürük ki, burada nəyi verir? Bax, Xəzər vilayəti var, Gürcü Meliti quberniyası var. Deməli, bu hardasa 1840-cı ildir. 40-cı il və ondan sonraki dövrdür. 1840 və ondan sonraki dövrdür. Yəni, bu Rus müstəmləkəçiliyi dövrüdür. İndi baxaq. Bax, bir düzdürmü? Bir düz ola bilməz. Çünki tacirlərdən rəhdar rüsumu 1836-da ləğv olunmuşdu. Yəni, bir olanları biz dərhal çıxırıq. Bax, bu qaydada işləməlisiniz. Məhkəmə işləri rus dilində aparılırdı, 100% düzdür. Bütün Çar Rusiyası Azərbaycanda mövcudluğu dövründə, yəni Azərbaycanın Çar Rusiyasının müstəmləkəsi olduğu dövrdə məhkəmə işləri rus dilində aparılıb. Deməli, 2 olanlara baxıram, bunda çıxdı. 3-ə baxıram, sahibkar kəndləri pay torpaqlarını satın almaq hüququna malik idilər. Xəzər vilayəti və Gürcü Meliti quberniyası mövcud olduğu dövrdə, yəni 1846-cı ilə qədər belə bir hüquqları yox idi kəndlilərin. Bu 1870-ci ildə verilib belə hüquq kəndlilərə. Ali müsəlman zümrəsinin hüquqları tənzimlənmişdir. Bəli, cavab budur. 1846-cı ildə 6 dekabrda onda Xəzər vilayəti və Gürcü Melitiya quberniyasında yaşayan bəy və ağaların hüquqları ilə bağlı 6 dekabr Çar reskripti qəbul olunmuşdur. Deməli, cavabımız nədir burada? A bəndi. Çıxış eləyəndə zaten cavab çıxır. Sonra növbəti suala keçid eləyək. Deməli, 3-cü Qafqaz müharibəsinə aid deyil. Baxın, Qafqaz müharibəsi 1817-1864-cü illəri əhatə eləyir. Və baxaq, görək nə soruşur birdən. Çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsi olması. Çar Rusiyası müstəmləkəçilik siyasətinə qarşı deyil, qarşı idi, bəli. Çar Rusiyası müstəmləkəçilik siyasətinə qarşı idi. Bu düzdür. Şeyx Şamilin rəhbərliyi ilə başlaması. Xeyr, Şeyx Şamil 30-cu illərdə qoşulub Qafqaz müharibəsinə. Şeyx Şamil 30-cu illərdən rəhbərlik edib. Nə Şeyx Şamilin rəhbərliyi ilə başlamayıb, nə də onunla bitməyib. Ondan sonra hələ Çeçenistanda da davam edir bu müharibə və ayrı-ayrı mərkəzlərdə davam edən çıxışlar 1864-cü ildə tamamilə yatırılır. Deməli, cavab burada nədir? B bəndidir. Səhv olan budur. O birlərə baxaq, bəli, 60-cı illərdə düzdür. Müridizm, bu düzdür. Dağlıq xalqların məğlubiyyəti ilə nəticələnməsi, bu da düzdür. Cavab burada B-dir. Sonra hadisə nəticə əlaqələrinin səhv göstərildiyi bənd. Qaraxanlı Satuq Boğra xanın İslamı rəsmi dövlət dini qəbul etməsi Türkistan ərazisində əhalinin böyük hissəsinin bu dini qəbul etməsi. Düzdür. Düzdür. Sonra Mahmud Qəznəlinin Hindistana hücum etməsi Samanilər dövlətinin süquta uğraması. Xeyr. Bu səhvdir. Çünki Mahmud Qəznəli Hindistana yürüş eləməmişdən qabaq 999-cu ildə Qaraxanlılarla birlikdə Samanililərə son qoymuşdu. Yəni bu fikir səhv fikirdir. Digər fikirlərə də elə-belə baxaq. Deməli, nə deyir burada? Əbu Müslümün rəhbərliyi ilə üsyanın baş verməsi. Əbu Müslümün rəhbərliyi ilə üsyan bu
Bunun nəticəsində Ərəb xilafətinə Əməvilərə son qoyulur, Abbasilər gəlir, bu düzdür. Ərəblərin Qafqaza hücum etməsi Xəzər-Ərəb müharibələrinin başlanması, bu da düzdür. Ərəblərin Bizansı məğlub etməsi, Misir, Suriya və Fələstinin işğal edilməsi, bəli, bu da düzdür. Deməli, səhv variant nədir? B bəndidir. Növbəti suala keçək. Deməli, 5-ci sual, bunu bir balaca endirək aşağı. Aha, xəritədə xüsusi işarələnmiş dövlətin Azərbaycan ilə bağlı siyasətini müəyyən edin. Deməli, baxaq, burada İngiltərə dövlətidir, bu İngiltərədir. Bunun 17-ci əsrdə və 20-ci əsrdə siyasətlərini biz müəyyənləşdirməliyik, Azərbaycanla bağlı siyasəti. Özdə baxmalıyıq ki, mütləq Azərbaycanla bağlı, yəni Azərbaycanla əlaqəli olsun orada yazılanlar. Səfəvilər dövlətinə Portuqaliyaya qarşı mübarizədə hərbi dəstək göstərməsi. Bəli, 1621-ci ildə biz bilirik ki, İngiltərə Səfəvilərlə müqavilə bağlayır Şah Abbasla və Portuqaliyaya qarşı mübarizədə ona yardım etməyə söz verir. Deməli, 1A. 1A olmayanları dərhal çıxırıq. Bunları çıxdıq. Bunları çıxdıq. Deməli, Y ilə D bəndi getdi. Sonra, Azərbaycan ipəyini Volqa-Xəzər yolu ilə Qərbi Avropaya daşımaq hüququ əldə etməsi. Yəni, bu Rusiyaya aiddir birincisi. Rusiya 17-ci əsrdə bu hüququ əldə edib. İvan Qrozundan sonra ümumiyyətcə Avropalıların Rusiya vasitəsilə şərq mallarını Avropaya daşıması qadağan olmuşdu. Yəni buna qadağa qoymuşdu və İngiltərənin Moskva şirkətinin də fəaliyyətinə son verilmişdi Azərbaycan ərazilərində. Ona görə B ola bilməz. Ona görə buradan B bəndindən çıxırıq. İndi burada baxıram, bax. 2B var, 2C var. Onda burada A-ya da baxmağa ehtiyac yoxdur və həqiqətən də səhvdir. Çünki İngilis kapitalı Azərbaycana 19-cu əsrdə daxil olub, 20-ci əsrdə daxil olmayıb. Baxıram B-yə və bununla da cavabı tapıram. Azərbaycanın dövlət müstəqilliyini tanıması, bəli. Azərbaycanın dövlət müstəqilliyini 20-ci əsrin sonlarında tanıyıb. Yəni bu düzdür. Ona görə də cavabımız nə olacaq burada? Elə deməli burada cavab olacaq A. Cavabımız olacaq burada A. Deməli 1A Azərbaycanın dövlət müstəqilliyini tanıması, 2B. Cavabımız A-dır burada. Və salam, keçək növbətiyə. Növbətidə. Bir dəqiqə, bunu mən silim. Aha. 6-cı sual. Alban hökmdarı 2-ci Vaçenin Sasanilərə qarşı azadlıq hərəkatına başçılıq etdiyi əsrdə, yəni 5-ci əsrdə. Alban hökmdarı 2-ci Vaçenin mübarizəsi neçənci illərdədir? Deməli, 457, 463-cü illərdə. Düzdürmü? 457, 463 bu illərdədir. Deməli, 5-ci əsrdədir. Aha, Qərbi Roma imperiyası Axund dövləti. Baxaq, rəsmi olaraq 2 hissəyə parçalandı. Qərbi Roma parçalanmayıb. Roma parçalanıb. Yəni, bu səhvdir. Bu bir ikinci lap, tutaq ki, burada Roma olaydı, yenə səhv olacaqdı. Çünki Roma 4-cü əsrdə parçalandı, 395-ci ildə. Yəni, bu səhvdir. Ona görə də 1A olan variantları silirəm. Vəssalam, baxıram ki, burada elə bir BC qaldı. Ona baxmağa heç ehtiyac yoxdur, vaxt itirmirik. Baxırıq 2-yə. 2-də nəyə baxırıq? Axsuvar xanın başçılığı ilə Sasanilərə qarşı qalibiyyətlə müharibə aparırdı Axund dövləti. Bəli. 2B. Deməli, mənim cavabım nə oldu? 1C, 1BC, 2B. Cavabımız da yoxlasaq düzdür. Bəli. Attillanın başçılıq etdiyi Hunların hücumuna məruz qaldı Katalaun döyüşündə düzdür. 452-ci ildə Romaya hücum edirlər. Ölkənin vandallar tərəfindən talan edilməsinin qarşısını ala bilmədilər. Bəli, 455-də də vandallar hücum edib Qərbi Romanın paytaxtı Roma şəhərini dağıdılar. Cavabım burada C bəndidir. Çıxdaş eləməklə rahat tapmaq olur. 7. Qədim Çində Sin sülaləsinin hakimiyyəti dövründən fərqli olaraq Xan sülaləsinin hakimiyyəti dövründə Konfutsi təlimi rəsmi ideologiyaya çevrildi. Bəli. Sindən fərqli olaraq Xan sülaləsi onu rəsmi ideologiyaya çevirmişdi. Deməli, burada bu bəndi buradan silirik. Hansında ki, 1 yoxdur. Bunları silirik buradan. Böyük Çin səddinin inşasına başlanıldı. Sindən fərqli olaraq xanın dövründə yox, əksinə Sinin dövründə başlamışdı. Onda bunu da buradan seçsək, cavabım qalır 1, 4, 5 yoxlayıram. Konfutsi dedik ki, düzdür. Hun dövləti ilə Pinçe müqaviləsi düzdür. Avropaya gedən ticarət yollarına çıxış əldə edildi. Bu da düzdür. Çünki Böyük İpək yolunun salınması ilə, yəni Çinin işğalları Çindəki ticarət yollarını, dünya ticarət yollarına birləşdirdi və beləcə Böyük İpək yolu yarandı. Cavab burada D bəndidir. Düzdür. Sonra 8. Ərdəbil və Qaradağ xanlıqlarına aiddir. Bayat savaşında iştirak ediblər? Xeyr. Qaradağ deməli Bayat savaşında iştirak edib Qarabağ və Şəki. Uzaqbaşı Şamaxını da burada göstərmək olar. Şəki xanlığına qarşı hərbi ittifaqda idilər? Xeyr. Yəni Ərdəbil xanlığı olmayıb. Quba xanlığının hücumuna məruz qalmışdılar. Quba xanlığının hücumuna Qaradağ məruz qalmayıb, Ərdəbil məruz qalıb. 18-ci əsrin sonlarında meydana gəlib. Bu da səhvdir.
Bir müddət Qarabağ xanlığından asılı halda olublar. Bəli, bax bu düz cavabdır. Bir müddət hər ikisi Qarabağ xanlığından asılı halda olublar. Ha, növbəti suala baxaq. Növbəti sual, 9-cu sual. Deməli, Ağqoyunlu, Osmanlı və Qaraqoyunlu dövlətlərinin oxşar və fərqli cəhətlərini soruşur bizdən. Baxaq, 16-cı əsrin ilk 10 illiyində Səfəvilərlə müharibə aparılması. Ağqoyunlular müharibə aparıbmı? Bəli, aparıb. 1510-a qədər 1501 Şərur döyüşü, 1503 Almabulağı döyüşü. Səfəvilər deyir. Bax, Səfəvi dövləti də olsa yenə də düz olardı. Deməli, cavab burada bir A-dır. Dərhal bir A-ları axtarıram. Bunu çıxdım, bunu çıxdım, bunu çıxdım. İndi baxıram B-yə. Oğuz türklərindən olan sülalələr tərəfindən idarə olunması. Hər üçü Oğuz türklərindən idi. Ona görə burada 4B-dir. 4B-dirsə, baxıram 4B-yə. Bu ikisindən qalmışıq da. Hər ikisində var 4B. Heç ona baxmağa dəyməzdi. Teymurilər dövləti ilə müharibə aparılması. Ağqoyunlu da aparıb 1469-70-ci illərdə Əbu Səidlə, Osmanlı da aparıb Ankara döyüşündə və Qaraqoyunlu da aparıb. Qaraqoyunlu əlbəttə ki, elə demək olar ki, mövcudluğu dövrünün əksər hissəsində Teymurlərlə müharibə aparıb. Ona görə də B, C də oxşarlıqdır. 4BC variantı ilə bir dənə A-da var. Bir dənə A-da var. Yoxlayırıq. Avropa qitəsində bir sıra ərazilərin işğal edilməsi. Bu hansına aid oldu? Osmanlıya. Düzdür? Düzdür. 2D-dir. Bir anı demişdik. 3-ü də Y-dir. Avropada gedən 100 illik müharibə illərində yaranması. Bəli. Qaraqoyunlu dövləti yaranırsa 1410-da, bu da 100 illik müharibə dövrünə düşür. Cavab nədir? 1A, 2D, 3Y, 4BC, yəni A variantı. Çıxdaş edirik, amma axırda yoxlamaq şərti ilə. Çünki bəzən çıxdaşda səhv də çıxa bilərsiniz. Axırda yoxlayın. 10. İnsanlar bağçılıq və bostançılıqla məşğul olurdular Neolit dövründə. Neolit dövründə yox, bu Orta Tunc dövründən başlayıb. Deməli, birləri dərhal çıxıram. Düzdürmü? Birlər çıxıldı. Nə qədər bir var, hamısını çıxıram. İlkin şəhər mərkəzləri meydana gəldi əkinçiliyin maldarlıqdan ayrıldığı dövrdə. Xeyr, bu da səhvdir. Bu da səhvdir. Avtomatik bizdə qaldı 3-4. 3-4. Çünki əkinçilik maldarlıqdan ayrıldığı dövr erkən Tunc dövrüdür. İlkin şəhər mərkəzləri isə Orta Tunc dövründə meydana gəlib. Qalan 3 ilə 4 isə düzdür. Bərabərçilik yarandı Ata xaqanlığı dövründə metaldan ilk əmək alətləri hazırlandı. Tox əkinçiliyinin inkişaf etdiyi dövrdə bu da eneolit dövrüdür. Sonra 2020 Vətən müharibəsi və 2023 sentyabrında keçirilmiş lokal antiterror əməliyyatı arasındakı dövrə uyğun gəlir. Naxçıvanda günlük əməliyyatı 2018-dir. Qondarma Dağlıq Qarabağ Respublikasının buraxılması. Bu, əksinə antiterrordan sonradır. Xankəndi şəhərində Zəfərin 3-cü ili münasibəti ilə paradın keçirilməsi. Bu da yəni aid deyil. Bu da təbii ki, antiterror nəticəsində olub. Talış yüksəkliyi 2016-da idi. Vətən müharibəsindən də əvvəl olub. Və qalır Y. Bəli, qisas əməliyyatı 2022-ci ilin avqust ayında olub. Qisas əməliyyatı. Cavab Y-dir. Sonra gəldik 12-ci suala. 12. 1870-ci il kəndə əsasnaməsi və buna aid cəhətlər. Kəndlərə verilən hüquqlar. Kəndlərə verilən hüquqlar. Və kəndlilər üzərinə düşən vəzifələr. Kəndlərə verilən hüquqlar hansılardır? İndi baxaq. Deməli, pay torpaqlarını satın almaq hüququ verilmişdir. Hüquq olaraq bu verilmişdir. Bəli. Deməli, A, 1A. Bu düzdür. 1A olmayanları dərhal çıxıram. Düzdürmü? Daha sonra, burada nə deyir? Satın alma üçün dövlətdən maliyyə dəstəyinin alınması. Xeyr, bu səhvdir. Bu səhvdir. B olanı da çıxıram buradan. Düzdür? Və C-yə baxıram. Meşə, çəmən, otlaq sahələrindən pay ayrılması. Xeyr, bu da səhvdir. Bu da səhvdir və bizim elə cavabımız qalır C bəndi. 1A, 2A. Pay torpağını satın alana dək sahibkarlara vergi ödəməsi. Bəli, satın alana qədər sahibkarlara vergi ödəməlidir. Deməli, cavab nədir? C-dir. 13-ə baxıram. Roma imperiyasının Konstantinopoldan idarə edildiyi dövr üçün xarakterlikdir. Xristianlara açıq ibadət etməyə ilk dəfə icazə verilməsi. Bu 313-cü ildir. Bu 313-cü ildir. Düzdür? 313. Roma ordusunun Sasani Alban qoşunları tərəfindən məğlub edilməsi. Deməli, biri çıxırıq da buradan. Çıxdaş eləməklə tapırıq. Biri çıxırıq buradan. Çıxdıq. Düzdür? Roma ordusunun Sasani Alban qoşunları tərəfindən məğlub edilməsi. Bəli. Roma ordusu Sasani Alban qoşunları tərəfindən məğlub edilib. 371-ci ildə. Deməli, cavab nə olacaq burada? 2 olanları götürürəm. Yeni də çıxdım. 3-ə baxıram. Ərazisində Frank dövlətinin yaranması. Xeyr. Bu səhvdir. Frank dövləti gör nə vaxt yaranıb? Heç onda Roma imperiyası yox idi. Bu da getdi. 4. Cənubi Qafqazın bölüşdürülməsinə dair Sasanilər dövləti ilə sülh bağlanması. Bəli, 387-ci ildə bu da düşür. Deməli, cavab nədir burada? 2 ilə 4-dür. Cavab burada 2 ilə 4-dür və D bəndi. Cavab burada D bəndi olmuş olur. Növbətiyə baxaq. Deməli, 14-cü sual. Növbəti 14-cü sual. Nə deyir? Şah II Abbasın hakimiyyəti dövründə Azərbaycan Səfəvi dövlətində xristian əhali. Xristian əhali.
Deməli, dövlət idarəçiliyindən vəzifə tuta bilirdi. Dövlət idarəçiliyi vəzifə tuta bilirdi, bəli, tuta bilirdi. Osmanlı şəhərinə ticarət karvanları göndərə bilirdi. Osmanlı şəhərinə bəli göndərə bilirdi. Birinci Pyotr II Abbasın dövründə olmayıb, iqta da olmayıb. Deməli, elə cavabımız burada A qalır. A. Həqiqətən də 2-ci Abbasın dövründə, lap elə 1-ci Abbasdan başlayaraq əsası qoyulan Qulam İnstitutu artıq xristianlara da dövlət idarələrində işləmək. Zaten həmin adamlar, uşaqlar qulamlıqdan çıxıb müsəlman olurdular, o heç. Onu qoyuram qırağa. Amma ondan əlavə, yəni bu xristian əhalidə gürcülər, hətta mən deyərdim ermənilərin özləri də, yəni müəyyən vəzifələr tuta bilirdilər. Müəyyən vəzifələr. Və xüsusən də ticarət işlər bu ermənilərin əlində idi. Erməni tacirlərinin Avropada böyük hörməti var idi deyənə. O erməni tacirlərindən istifadə olunurdu Avropa dövlətləri ilə danışıqlarda. Deməli cavab burada A oldu. Sonra gəldik bura 15. Azərbaycan SSR-də 20-ci əsrin 30-cu illərində kənd sakinlərinin şəhərə köçməsinə yeni məhdudiyyətlər qoyuldu. Hansı qanunla? Təbii ki, bu Almaniyaya qarşı müharibəyə qoşulması ola bilməz. Çünki bu 41-ci ildədir. Sonra pasport sistemin ərzaq sapalağı ola bilməz. Bu Azərbaycanda deməli 20-ci ildədir. RSFSR də ola bilməz. Rusilli əhalinin növbəti axını, bunun da bir aidiyyatı yoxdur. Cavab burada C-dir. 1932-ci ildə pasport sistemi tətbiq olunanda bütün SSR-də və eləcə də Azərbaycanda kəndlərə verilmədi və bu da onların kolxoza təhkim olunmasına gətirib çıxartdı. Cavab burada deməli C-dir. 15-də C. Sonra 16-ya baxırıq. 14-cü əsrin 40-cı illərində, yəni 1340-cı illərdə Təbrizdə baş vermiş üsyanın səbəbi. Səbəbi nə olacaq? Bu çobanilərə qarşı olacaq. Çobanilərə, Məlik Əşrəfə qarşı olur. Cavab Y-dir. Burada Y. Deməli, 17 20-ci əsrin ilk və sonuncu 10 illiyində Azərbaycanda, yəni 1905-ci ildə məsələn və 1992-ci ildə məsələn deyək. Bu da sonudur. Hər ikisinin oxşarlığı nə ola bilər? Ermənilərlə bağlı nəsə olmalıdır. Baxaq. Sosializm ola bilməz. Neft, qeyri-neft sektoru, hər ikisinin neft sektoruydu. Bunu da qoyduq qırağa. Qanunverici orqan 1905-də yox idi. Dinc əhali erməni hücumlarından əziyyət çəkirdi. Bəli, cavab budur. Görürsünüzmü? Ermənilərlə bağlı burada bənd. D bəndidir. D. Sonra 18-ə baxırıq. 8-ci əsrin əvvəllərində ərəb xilafətinin Azərbaycanda yeritdiyi siyasət nəticəsində 1. Bərdə şəhəri ərəb əmirliyinin mərkəzinə çevrildi. Bəli. Yəni biz bilirik ki, inzibati islahat nəticəsində həm belə deyək də bu inzibati dəyişikliklər edilərək vahid əmirlik vahid əmirlik ikiyə yerə bölündü. Yəni Cənubi Azərbaycan ayrı əmirlik oldu, Şimali Azərbaycan Arran ayrı əmirlik oldu. Və onun da Şimali Azərbaycanın da mərkəzi oldu Bərdə. Deməli 1 olanı götürürük, 1 olmayanları buradan çıxırıq. Sonra Azərbaycan bütövlükdə Şimal Kustunun tərkibi. Şimal Kustu bu Sasani dövründə idi. Yəni ümumiyyətcə baxmağa dəyməzdi. Sadəcə mən izah eləmək üçün dedim. Yəni Şimal Kustu ola bilməz. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyuldu. Bəli. Mehranilərin hakimiyyətinə də burada son qoyulub. Cavabımız nədir? B-dir. 705-ci ildə Mehranilərə son qoyulub. Bu da 8-ci əsrin əvvəlləridir. Azərbaycanın Xalq Cümhuriyyətinin parlamenti, yəni bunun qəbul etdiyi qərarlardır. Yəqin ki, onu soruşur. Baxaq. Azərbaycan türk dilinin dövlət dili elan olunması bu, deməli, 2-ci hökumətin dövründədir. 2-ci hökumət edib bunu. Bu ola bilməz. Dövlət bayrağı təsis edildi. Təsis etdi. Bu da 2-ci hökumətin dövründə olub. Yəni 2-ci hökumət parlament yox idi onda. Heç Milli Şura da yox idi. Dövlət bayrağı təsis olundu. İlk dövlət bayrağı. Paytaxtın Bakıya köçürülməsinə qərar. Bu da 2-ci hökumətin dövründədir. 2-ci hökumət kabinetini təsdiq edən bu Milli Şuradır. Cavabımız qalır D. Vətəndaşlıq haqqında qanun 1919-cu ilin avqustunda. Parlament 1918-ci ilin dekabrında yaranıb və süqutuna qədər mövcud olub. Avqustda isə vətəndaşlıq haqqında qanun qəbul olunub. 20-ci sual. 20-ci suala baxaq. Osmanlı dövlətinin durğunluq dövrünə aid olanlar. Osmanlı dövlətinin durğunluq dövrü. Yəni 1570-ci illərdən təxminən 1699-cu ilə qədər. Düzdürmü? Baxaq. Köprülü Mehmet Paşanın Çanaqqalda Venesiyalıları məğlub etməsi. Bəli, bu var. Bu deməli var. Bu olmayanları çıxıram. Sonra Sədrəzəm İbrahim Paşa. Bu 1718-dədir. Bu yəni deyil. Bu düşür geriləmə dövrünə. Ukraynada və deməli Rusiyada Ukraynada Rusiya və Respospolitanın məğlub edilməsi. Ukraynada Rusiya və Respospolitanın məğlub edilməsi. Bu deməli durğunluq dövrünə düşür. Bəli, 60-cı illərdir. Hər ikisini məğlub edir və sağ sahil Ukraynasını özündə saxlayır. Sağ sahil Ukraynasını özündə saxlayır. Həm Respospolitanı, həm də Rusiyanı məğlub edərək. Deməli cavab burada olacaq D. 4. Qaradənizdə tək başına hakimiyyətin başa çatması. Bu düşür Kiçik Qaynarca sülhünə. Prut müqaviləsinə əsasən Azov qalasının Rusiyadan geri alınması. Bu da deyil.
Yəni aid deyil həmin dövrə. Çünki 1711-ci ildə olub o. O da geriləmə dövrünə aiddir. Cavab burada D-dir. Sonra gəldik 21-ci suala. 21-ci sual Salarilər dövlətinin mövcudluğu dövründə yaranmışdı. Yəni deməli 941-dən 981-ə qədərki dövr. 981-ə qədərki dövr. Şəki hakimliyi 9-cu əsr, Rəvvadi əmirliyi 8-ci əsr, Dərbənd əmirliyi 9-cu əsr, Tiflis Müsavan əmirliyi 8-ci əsr. Deməli, nə qaldı burada? Dəbil əmirliyi 951-ci il, o da bura düşür. Sonra baxırıq bu biri testə. Ümumiyyətlə, bu ilki model testlərində çox maraqlı xəritə testləri var. Biraz diqqətli olmaq lazımdır bu xəritə testlərində. Diqqətlə yaza-yaza işləmək lazımdır bu cür xəritə testlərini ki, çaşdırmayasınız. Deməli, burada deyir ki, xəritədə rəqəmlə göstərilmiş dövlətlərin Fransadan fərqli cəhətlərini cədvələ görə müəyyən edin. Yəni, hansı dövlətlərdir? 1. Böyük Britaniya, 2. Osmanlı, 3. Deməli, Rusiya. Və bunları biz, əgər bizim qabağımızda belə kağız kimi olsa belə bir sual, biz bunları mütləq bura yazmalıyıq ki, çaşdırmayaq. Britaniya. 2. Dedi ki, haradır? Osmanlı. Gəlin, biraz bunu üstdən yazım ki, bilək ki, hə, budur. 3-dəki Rusiya ki, çaşdırmayaq. Aha. İndi baxaq, bir-bir çıxdaş eləyə tapırıq. Donanmasını Çanaqqala boğazına yeritdi. Bəli, yeritdi, amma bu Fransadan fərqli cəhət idimi? Xeyr, fərqli cəhəti deyildi. Yəni, bu 1A ola bilməz. Ona görə də mən nə edirəm? 1A-ları buradan çıxıram. 1A baxıram, görürəm, burada var, burada var. Çıxdım. Sonra B bəndi. Deməli, tank və təyyarə istehsalına görə Almaniyadan öndə idi. Bəli, öndə idi, amma Fransa da öndə idi. Yəni, bu fərqli cəhəti deyil. Ona görə B-ni də buradan çıxdım. B-ni də çıxdımsa nə qaldı bizdə? Y bəndi qaldı. Gəlin, indi Y bəndini yoxlayaq. Y-də nə deyir? C. Cənubi Azərbaycan ərazisini işğal etdi. Fransa işğal eləmədi ki? Xeyr, eləməyib. Deməli, cavabım C düzdür. 2-də nə deyir? A. Yəni Osmanlı Üçlər İttifaqı tərəfindən müharibəyə qoşuldu. Bəli, düzdür. Üçlər İttifaqı tərəfindən müharibəyə qoşulub. Bu da düzdür. Sonra 3. Alman qoşunlarının hücumuna məruz qalırdı Rusiya. Bu fərqli cəhət deyil. Amma B. Cənubi Azərbaycan ərazisində Osmanlı qoşunlarına qalib gəldi. Bu da düzdür. Düzdür. Yəni bu Fransadan fərqli cəhətidir. Separat sülh bağlayaraq müharibədən çıxdı. Bəli, 18-ci ilin martında. Deməli, nədir burada cavab? Cavabım burada oldu Y. Belə çıxda şey deyil, amma axırda əldə elədiyimiz cavabı yoxlamaq şərti ilə cavabı tapırıq. Cavab burada oldu Y. Keçdik indi 23-cü suala. 23-cü sual. Deməli, Azərbaycanda Böyük Səlcuq dövlətinin hakimiyyəti dövrünə aid olanlar nə olacaq? Baxaq. Sacilər dövlətinin xərac ödəyərək daxili müstəqilliyini saxlaması. Sacilər yox idi Səlcuqlar dövründə, bu getdi. Sonra Bizans və müttəfiqlərinə qarşı Şəddadilər dövləti ilə birgə mübarizə aparması. Bizans və müttəfiqlərinə qarşı bəli, Şəddadilərlə birlikdə mübarizə aparıblar. 2 düzdür. Rəvvadilərin varlığına son qoyması. Bəli. Rəvvadilərin də Şəddadilərin də hər ikisinin varlığına Səlcuqlar son qoyub. Düzdür. Azərbaycan ilk dəfə Türk sülaləsi tərəfindən vahid şəkildə birləşdirilməsi. Bunu biz sacirlərə aid götürürük. Ona görə bu da səhvdir. İqta torpaq mülkiyyətinin ləğv edilməsi ləğv edilməyib. Əksinə, onun dövrü, yəni Səlcuqlar dövründə daha da genişlənib. Deməli, cavabım nə oldu burada? 2-3. Sonra gəldik 24-cü suala. 24-cü sual. Aratda dövlət qurumu ilə Manna dövlətinin tarixinə aid oxşar cəhətlər, xüsusiyyətlər. Mən Facebookda da bir yazımda demişdim. Bu Aratda dövlətinin əslinə qalsa Azərbaycana heç bir aidiyyatı yoxdur. Bunu yenə də deyirəm, Azərbaycan necə deyərlər, tarixinə salmaq bu, yəni həmin o dediyim dəstənin işidir 100%. O tarix fənnini korlayan dəstə, hansı ki, Dövlət İmtahan Mərkəzində də ekspertdilər. Onlar salıblar, amma hansı məqsədlə salıblar? Çünki Aratdanın heç bir aidiyyatı yoxdur. Bununla da bağlı bir video hazırlayacağım. Amma yenə də cavab verək də. Aratda dövləti haqqında qısa məlumat verim ki, Aratda 3-cü minilliyin birinci yarısındadır. Yəni kitab dəstəyə əsasən geçsək, bu Urmiya gölü hövzəsində mövcud olub. Başında Ensi rütbəsi daşıyan hökmdar dururdu və bu haqda məlumat deməli Emmərkar və Aratda dastanı əsərində verilib. Aha. Və bunlar ancaq Şumerlə əlaqədə olublar. 3-cü minilliyin birinci yarısında mövcud olublar. Şumerlə lacivərd ticarət edirdilər. Lacivərd. Aha. İndi baxaq. Şumer şəhər dövlətləri ilə ticarət əlaqələrinin mövcud olması. Bu Aratyaya aiddir. Amma oxşar cəhət deyil Manna ilə. Çünki Manna Şumeri görməyib. Manna Şumerdən bir
1000 il, 1500 il sonra mövcud olub. Bu getdi. Ensi rütbəsi daşıyan hökmdarlar tərəfindən idarə edilməsi. Bu da deyil. Yəni çünki Mannada ensi yox idi, hökmdar idi. Urartu dövlətinin işğalçılıq siyasətdən qarşı mübarizə aparılması. Aratta dövründə Urartu yox idi. Bir dənə Şumerin adını çəkirik Aratta dövrünə aid. Urmiya gölü hövzəsində meydana gəlməsi bu oxşarlıqdır və müxtəlif tanrılara sitayiş edilməsi bu da hər ikisində var. Çox tanrılı dinlərə sitayiş edilməsi hər ikisində var. Deməli cavab nədir burada? 4 ilə 5. 25-ə baxırıq. 25. Sədd çəkmə siyasəti. SSR-nin təsirinə qarşı Prezident Trumanın Avropa dövlətlərinə hərbi yardım edilməsi təklifi. Bəli, bu düzdür. Bu düzdür. Sədd çəkmə siyasəti Prezident Trumanın Avropa dövlətlərinə hərbi yardım təklifi idi. Düzdür. Deməli, bir düzdür. Dəmir pərdə, bloklara daxil olmayan üçüncü dövlətlərin xarici siyasəti. Xeyr. Dəmir pərdə Fultonda çıxış edəndə Churchillin ifadəsi idi. O deyirdi ki, Şərqi Avropanı SSR işğal edib və orada dəmir pərdə asılıb. Yəni orada bütün azadlıqlar pozulur. Onu nəzərdə tuturdu. 3 yox, bir üzr istəyirəm, bu səhvdir. Bunu minus qoymalıyam. Hə. Strateji müdafiə təşəbbüsü. Bunu Ronald Reagana aid edirik. Ronald Reagan Sovet təhlükəsinin kosmosdan məhv edilməsi məqsədilə ABŞ-də elan edilmiş proqram. Bəli, bu düzdür. Ronald Reagan kosmosda raketlərin, strateji silahların yerləşdirilməsi ilə bağlı plan belə deyək, hazırlatdırır. Bununla bağlı proqram hazırlatdırır və bu proqrama görə kosmosda raket əleyhinə müdafiə sistemləri yerləşdirilməlidir və Sovet təhlükəsi elə kosmosdaca məhv edilməlidir. ABŞ-yə gələn raketlər kosmosdaca məhv edilməlidir. Bu deməli düzdür. 4-ə baxıram, zaten elə 2 cavab olmalıdır, 1-dən 3-də, amma 4-ə də baxaq. Buzların əriməsi dövrü çox qütbü dünya nizamının dağıldığı zaman kəsir. Xeyr, buzların əriməsi dövrü 50-ci illərdir. 50-ci illər 60-cı ilin əvvəllərinə qədər. Bu Karib böhranına qədərki dövrdür. Bu dövr yəni münasibətlərin yumşalması dövrüdür. Hər iki ölkədə həm belə deyək də ABŞ-da, həm də ki SSR-də hakimiyyət dəyişikliyi olur. Bundan sonra hakimiyyətə gələnlər sülh çağırışları eləyirlər. Buzların əriməsi o deməkdir. Bu səhvdir. Amma müvəqqəti olur da ona görə. 26-cı suala baxaq. Xronoloji ardıcılığı müəyyən edin. Deməli, Kitabi-Dədə Qorqud dastanının 1300 illik yubileyinin keçirilməsi. Bu nə vaxtdır? Bu 2000-ci ildədir. Bakıda Azərbaycanın 1-ci Avropa oyunlarına ev sahibliyi etməsi. 1-ci Avropa oyunlarına ev sahibliyi 2015-ci il. Bakıda Muğam Aləmi Beynəlxalq Muğam Festivalının keçirilməyə başlanması 2009-cu il. Türk dili dövlətlərin təşəbbüsü ilə türk oyun yaradılması 1993-cü il. İndi necə olacaq bu? Bir-bir qoyuruqda yerinə. 4-1, deməli 3-2. 4-1-3-2. Deməli 4-1-3-2, bəli. Baxaq indi. Avropada 13-cü əsr, 15-ci əsr. Norman Hersoqun İngiltərəni işğal etməsi. Bu 1066-dır, bu düşmədi heç birinə. Fransada baş ştatların ilk dəfə çağırılması 1302-dir. Bu da 14-cü əsrdir, düşmədi. Konstantinopolda Latın imperiyasının yaranması. Bu 1204-cü ildir, bu düşdü. Bu deməli bir aiddir. Vahid İspaniya Krallığı. Vahid İspaniya Krallığı 1479-da yaranıb. Bu da 2-yə aiddir. Dini müharibələrin başa çatması da bu da 30 illik müharibənin nəticəsidir. Bu da 17-ci əsrdə olub. Yəni 1C, 2D. 1C, 2D'dir. Baxaq indi situasiya testinə. Nə deyir situasiyada? Bir dəqiqə. Deməli, 1586-cı ildə Səfəvi şahı Osmanlı dövləti ilə barışıq imzalamaq üçün danışıqlara başlamağı təklif edir. Osmanlı divanından buna cavab olaraq Gəncənin və Qarabağın Osmanlılara təslim edilməsi tələb olunur. İstanbulda aparılan danışıqların uğursuzluqla nəticələnməsinin səbəblərindən biri qarşı tərəfin geniş ərazilər tələb etməsi olur. Danışıqlar aparıldığı bir vaxtda Osmanlı qoşunları Səfəvi dövlətinin içərilərinə doğru hərəkət edərək yeni ərazilər ələ keçirir. Belə bir vaxtda Məhəmməd Xudabəndə oğlunun xeyrinə taxtdan əl çəkməli olur. Taxta yenicə çıxmış şah bir daha danışıqlar aparmaq üçün öz elçilərini Osmanlı paytaxtına göndərir. Osmanlı tərəfi də olduqca məsrəfli savaşdan xilas olmaq üçün Səfəvi nümayəndələrini xoş qarşılayır. Aha, deyir, bəhs edilən tarixdə mənbədə verilməyən hansı hadisəyə görə danışıqların uğursuzluqla nəticələndiyini yazın. Bəhs edilən tarixdə, yəni 1586-da niyə uğursuzluqla nəticələndi? Ona görə uğursuzluqla nəticələndi ki, Həmzə Mirzə öldürülmüşdü. Həmzə Mirzə öldürülmüş. Yəni bu cavabı yazsaz tam düz olacaq. 29. Səfəvilərin bəhs edilən müharibədə uğursuzluğuna səbəb olan xarici faktor. Səfəvilərin bəhs edilən müharibədə uğursuzluğuna səbəb olan xarici faktor. Şeybanilərin müharibəyə daxil olması və yaxud da ki, demək olar ki, iki cəbhədə müharibə aparması. Və bunu demək olar. Bunu demək olar. Yəni xarici faktor əsas bunlardır.
Yəni Şeybanilərin hücum etməsi və Səfəvilərin iki cəbhədə müharibə aparması və bunları demək olar. Sonra 30 Yeni Səfəvi hökmdarının Yeni Səfəvi hökmdarının Osmanlı ilə danışıqlarının nəticələrindən ikisini yazın. Yeni Səfəvi hökmdarı, yəni Şah Abbasdan söhbət gedir. Düzdürmü? Şah Abbasın da danışıqlarının nəticəsi İstanbul sülhüdür. Yəni yazma olar ki, İstanbul sülhü bağlandı. Sonra Azərbaycanın böyük əraziləri itirildi. Yalnız o e, Zəncan, Xarxal, Qaracadağ, Ərdəbil, Lənkəran bu ərazilərdən başqa bütün Azərbaycan əraziləri Osmanlılara keçdi. Amma mən məsləhət görməzdim konkret əraziləri yazasınız. Çünki niyə? Orada sizdən soruşmur ki, hansı ərazilər qaldı. Birdən olar ki, hansısa birini yazmazsınız və yaxud da ki, nəsə səhv yazarsınız, onda sizdən bal tutulacaq. Ondanca yazın ki, Azərbaycan torpaqlarının əksəriyyəti Osmanlıların tərkibinə düşdü və yaxud da ki, İstanbul sülhü bağlandı və yaxud da ki, Səfəvi-Osmanlı müharibələrindən son qoyuldu. Belə, hörmətli izləyicilər, kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər sağ olun, sağlıqla qalın.